Ultrabənövşəyi şüalardan danışaq. Ultrabənövşəyi şüa mənbəyi əsas günəşdir, sonra qaynaqdır və cərrahi əməliyyatxanada bakterisit lampa. Ultrabənövşəyi şüalar 3 qrupa bölünür. A, B və C qrup. C qrup 100-280 dalğa uzunluğunda olur. Bunlar ən təhlükəlisidir və zaten bunlar günəşdən gələndə yer kürəsinə çatmır. Ozon qatında bunlar bloklanır. Amma bakterisit lampalarda qaynaq etdikdə bunlar bloklanmır. Demək ki, qaynaq etdikdə və ya bakterisit lampa yandırdıqda həmin ərazidə olmaq olmaz. Bu dərinizi yandıra bilər. İkinci qrup UVB, ultrabənövşəyi şüa B qrupu. Bunlar 280-315 dalğa aralığındadır. Bunların bizə xeyri də var, ziyanı da var. Xeyri odur ki, dərimizə toxunduqda bu şüalar D vitamini yaradırlar, D3 vitamini. Ziyanı da odur ki, uzun müddət bu şüaların təsiri altında qalanda bizim buynuz qışağımızda yanma, fotokeratit əmələ gələ bilər. Üçüncü qrup ultrabənövşəyi şüalar A ultrabənövşəyi şüalarıdır. Bunlar 315-400 nanometr dalğa uzunluğundadır. Bunlar artıq bizim torluq işığımız üçün çox zərərlidir. Bunların xeyri yoxdur. Bunları da qarşısını almaq üçün xüsusi sertifikatlı gün eynəklərindən istifadə etmək lazımdır. Siz düşünə bilərsiniz ki, gün eynəyi əgər işığın qarşısını alırsa, tündürsə, istənilən işığı qarşısını ala bilər. Xeyr. Əgər bunda A qrupunun bloklayan bir qat yoxdursa, o zaman oradan 315 və 400 nanometr dalğa aralığındakı ultrabənövşəyi şüalar rahatlıqla keçəcək və hətta bu qoruyucu qat olmayan gün eynəyi taxmaqdansa o gün eynəyini taxmamaq daha yaxşıdır. Niyə görə? Çünki siz gün eynəyi taxanda bəbəyiniz genəlir. Bəbəyiniz genəldikcə daha çox işıq qəbul edir torluq şəyə. Əgər onda UV blok 400 yoxdursa, daha böyük miqdarda intensiv şəkildə zərərli ultrabənövşəyi şüalar torluq şəyə gəlib məhv edəcək.